Salam hörmətli abituriyentlər. Bu videomuzda sizlərə Şimali Azərbaycanda xalq hərəkatı, Cənubi Azərbaycanın 19-cu əsr tarixindən və Şimali Azərbaycanın 20-ci əsrin əvvəllərdəki ictimai-iqtisadi həyatından danışacağıq. İlk növbədə xalq hərəkatından danışaq və qeyd edək ki, Azərbaycanın şimalında 19-cu əsrin ikinci yarısında xalq hərəkatının əsas istiqamətləri Zaqatalada baş vermiş üsyandan, qaçaqçılıq hərəkatı və fəhlə tətillərindən ibarətdir. Zaqatala üsyanının baş verməsinə birinci dərəcəli səbəb Çar Rusiyasının Şimali Azərbaycanda xristianlaşdırma və zorla pravoslavlaşdırma siyasətindən ibarət olmuşdur. Və 1851-ci ildə vermiş qanunla qeyd olunurdu ki, İnciloylar, yəni Zaqatala, Carbalakan bölgəsində yaşayan demək Albanların, qədim Albanların İslam dinini qəbul etmiş nəsilləri idilər ki, həmin bu İnciloylar 1851-ci ildən sonra artıq xristianlığı qəbul edərlərdisə əgər, vergilərin bir qismindən azad olunacaqdılar, yəni az vergi ödəyəcəkdilər. 1862-ci ildə isə Balakəndə xristianlığı qəbul etmiş Aleksandr Qalacov adlı şəxsin kilsə tikdirməsi və məscidləri dağıtması elə Zaqatala bölgəsində üsyanın başlanmasına əsas səbəb olur. 1863-cü ildə isə Gürcüstanda təhkimçiliyin Rusiya tərəfindən ləğv edilməsinə doğru addımların atılmağa başlanılması Zaqatala dairəsi əhalisinin narazılığına səbəb olur. Buna səbəb nə idi? Çünki Cənubi Qafqazda Gürcüstanda təhkimçiliyin ilk növbədə ləğv edilməsi, Cənubi Qafqazda asılılığın ləğv edilməsinə məlumdur ki, Cənubi Qafqazın Azərbaycan bölgəsində demək təhkimçilik münasibətləri heç zaman olmamışdı. Təhkimçiliyin ləğv edilməsi Gürcüstanda, Azərbaycanda isə hələ də feodal asılılıq münasibətlərinin qalması Zaqatala dairəsində, Carbalakan bölgəsində əhalinin narazılığını doğurmuşdu. Və Çar hökuməti bir hökumət komissiyası göndərir ki, həmin hökumət komissiyası Zaqatala dairəsində İnciloy və Muğallar da demək Alban nəsilləridirlər, amma bu Muğallar Carbalakanın, Alban nəsil deyirlər, Carbalakanın qədim türk soylu xalqıdırlar. Həmin bu İnciloy və Muğallılar əsasən torpaqda işləyən kəndli qismləri idilər və hökumət komissiyası qərar verir ki, əgər İnciloy və Muğallılar iri torpaq sahibləri olan Zaqatala dairəsində iri torpaq sahibi adlanan Keşkəl sahiblərinin asılılığından çıxmaq istəyirlərsə, öz gəlirlərinin 10 qatı həcmində birdəfəlik pul verməlidirlər, ödənç verməlidirlər. O halda asılıqdan çıxa bilərlər. Amma Keşkəl sahibləri buna narazı olur. Narazılığın səbəbi nədən ibarət idi? Çünki Keşkəl sahibləri əgər İnciloy və Muğallılar feodal asılılığından çıxıb azad olsaydılar, torpağı becərməyə adam tapa bilməyəcəklərinə görə öz gəlirlərindən məhrum olacaqdılar. Buna görə də narazılıq doğmuş olur və 1863-cü ildə Hacı Murtuz adlı şəxsin başçılığı altında üsyan başlayır. Həmin bu üsyana, Zaqatala üsyanına Bürzəli və Molla Zəngi adlı şəxslər köməklik göndərirlər və üsyanın nəticəsində Hacı Murtuz üsyanın ən fəal üzvləri Sibirə sürgün edilir. Eyni Quba üsyanında 1838-ci ildə olduğu kimi üsyanın nəticəsində Zaqatala Carbalakan bölgəsinə vurulmuş ziyan üsyançıların hesabına ödənilir. Çar Rusiyasının verdiyi qərar belə idi və üsyan yatırılır və biz Carbalakan dairəsi deyirdik əvvəllər. İndi isə 1860-cı ildən Carbalakan dairəsinin mərkəzi Zaqatala qalasına köçürüldüyünə görə artıq 1860-cı ildən etibarən Carbalakan dairəsi yox, bölgəni Zaqatala dairəsi olaraq adlandıracağıq. Zaqatala üsyanının məğlub olmasının səbəbləri də eyni zamanda 19-cu əsrin 30-cu illərində Çarizmin müstəmləkəçilik siyasətinə qarşı baş vermiş üsyanların məğlub olmasının səbəbləri ilə eyniyyət təşkil edir. Yəni burada heç bir fərqdən söz gedə bilməz. Nədir burada səbəblər? Üsyanın mütəşəkkil olmaması, yəni tam mərkəzdən idarə olunmaması, yerli xarakter daşıması, məhəlli xarakter daşıması, yaxud pis silahlanma, Çarizmin nizami qoşun göndərməsi, bütün bunlar üsyanın məğlub olmasının əsas səbəbləri idi. Növbəti olaraq danışacağımız xalq hərəkatının mərhələsi qaçaqçılıqdır. Artıq kəndlilər ağa və bəylərin yanından qaçmaqla silahlı mübarizə aparmağa başlayırdılar. Ya vergi və mükəlləfiyyətləri ödəmirdilər bəzi kəndlilər, ya
Demək, bəylərin və ağaların evlərini yandırırdılar, mülklərinə ziyan vururdular, sahibkarların torpaqlarını əllərindən alırdılar. 19-cu əsrin sonlarında xalq hərəkatının qaçaqçılıq mərhələsi əslində yerli əhali tərəfindən qaçaqların xalq intiqamçıları, yəni bu çox düzgün bir termin olaraq adlandırılır. Qaçaqlar əhali tərəfindən xalq intiqamçıları olaraq adlandırılmağa başlayırlar. Yəni xalqın intiqamını alan şəxslər. Bunlar təbii ki, kimlər idi? Kəndlilər idi və bu qaçaqlar içərisində 19-cu əsrin sonunda Qaçaq Nəbini, Qaçaq Kərəmi və Dəli Alını misal göstərə bilərik. Qaçaq Nəbi Zəngəzur qəzasında fəaliyyət göstərmiş, cəmi 15 il qaçaqçılıq etmişdi. Sonda 1896-cı ildə çarizmin tutduğu Muzlu qatil tərəfindən qətlə yetirilmişdi. Qaçaq Kərəm isə Qazax qəzasında, Yelizavetpol quberniyasının Qazax qəzasında, Gürcüstanda, həmçinin Şimali Qafqazda, həmçinin Osmanlı İmperiyası ərazisində qaçaqlıq fəaliyyəti ilə məşğul olmuşdu. Növbəti olaraq fəhlələrin vəziyyətindən danışaq, tətillərdən. Tətil nə deməkdir? Sənayedə çalışan fəhlə qisminin işi kütləvi olaraq dayandırıb boykot eləməsi və tələblər irəli sürməsi. 19-cu əsrin 70-ci illərində Şimali Azərbaycanda 3 bölgədə, Bakıda, Şəki-Nuxa bölgəsində və Gədəbəydə dağınıq şəkildə fəhlə tətilləri başlayır və bu fəhlə tətillərində iqtisadi tələblər irəli sürülür. İlk başlayan fəhlə tətilləri, bu 3 ərazidəki tətillər təbii ki, mütəşəkkil deyildi, dağınıq şəkildə idi və burada sadəcə maaşların artırılması, həmçinin ailəli fəhlələrə mənzilin verilməsi tələbi irəli sürülürdü. Və təbii ki, bu iqtisadi tələblər yavaş-yavaş fəhlələrin siyasi cəhətdən şuurlanmasına və maariflənməsinə də köməklik göstərirdi. 1895-ci ildə isə Bakıda tütün fabriki fəhlələrinin ilk mütəşəkkil tətili həyata keçirilir. Bu tətil zamanı fəhlələrin tələblərindən bircə maaşların qismən artırılması, məcbur qalıb müəssisə sahibləri fəhlə maaşlarını artırırlar və həmçinin tətilin gedişində Bakı şəhərində hərbi vəziyyətdə elan olunmuş olur. Yəni tətil mütəşəkkil tətil olduğuna görə yatırılması bir qədər çətin hal alır. Sonra isə bizim danışacağımız növbəti hissə Cənubi Azərbaycanın 19-cu əsr tarixidir. Türkmənçay müqaviləsi 1828-ci ildə imzalanandan sonra xanlıqlar əyalətlərə, vilayətlərə çevrilir. Cənubi Azərbaycanda Urmiya və Mako xanlıqlarından başqa digər bütün xanlıqlar ləğv edilir. Cənubi Azərbaycan Qacarlar dövlətinin 4 iri əyalətindən biri olmuş olur və Cənubi Azərbaycan vəliəhtnişin, yəni vəliəhtin əyləşdiyi yer hesab olunurdu bu əyalət. Həmçinin Təbriz şəhəri isə Darüssəltənə olaraq adlandırılırdı. Darüssəltənə, yəni səltənət evi, vəliəhtin əyləşdiyi şəhər olaraq bildirilirdi. Necə ki, Şimali Azərbaycana xarici kapital nüfuz eləyirdi, eləcə də Cənubi Azərbaycana Rus və İngilis kapitalistləri daxil olmağa başlayırlar. Şimali Azərbaycan Rusiyanın müstəmləkəsi, ucuz xammal və əlverişli satış bazarı olsa da, Cənubi Azərbaycan Rusiyanın müstəmləkəsi deyildi və sadəcə şimal kimi ucuz xammal və əlverişli satış bazarı mövqeyi oynayırdı. Cənubi Azərbaycanda 19-cu əsr müddətində, 19-cu əsrin 70-80-ci illərində komprador burjuaziya, möhtəkirlik və kəsbkarlıq kimi yeni terminlər ortaya çıxır. Komprador burjuaziya nə deməkdir? Daxili ticarətdən xarici ticarət arasında əlaqə yaradan şəxslərə, şirkətlər arasında vasitəçilik edən təbəqəyə komprador burjuaziya deyilir. Möhtəkirlik nədir? Məhsul vardır, çoxdur, amma o gizlədilir, suni qiymətə, suni bahalaşmaya səbəb olur. Məhsulun yəni gizlədilməsi, yavaş-yavaş az şəkildə ortaya çıxarılması, məhsulun suni qıtlığının yaradılaraq onun baha qiymətə satılması möhtəkirlik adlandırılır. Kəsbkarlıq nədir? Cənubi Azərbaycanda əhalinin ən yoxsul təbəqəsi olan kəndlilərin bir qisminin bir tikə çörək pulu qazanmaq üçün demək, kənarda iş axtarmağa, istər Osmanlıya, istər Cənubi Qafqazın digər bölgələrinə getməsi kəsbkarlıq adlanır. 19-cu əsr Cənubi Azərbaycanda kəndlər iki qismə, yardarlar, torpaqsız kəndlilər və xırda maliklərə bölünürdülər. Xırda maliklər isə xırda torpaq sahiblərinə malik olan kəndlilər adlandırılırdı. İdarəçilik sistemi yaratmaz vəziyyətdə olduğuna görə şah
ailəsinə məxsus olan xalisə torpaqlarının satılması haqqında 1886-cı ildə fərman vermişdi. 19-cu əsrdə necə ki şimalda Tiyul hərbi xidmət müqabilində verilən vəqf, məscid və kilsələrə məxsus olan, yəni dini idarələrə, qurumlara məxsus olan torpaqlar şimalda var idisə, cənubda da var idi. Eyni şəkildə mülk feodalın yaxud da demək bəylərin və ağaların şəxsi torpaqları, şəxsi irsi torpaqları var idisə, cənubda da bu torpaqlara yer verilirdi. Mülkün cənubda ikinci bir adı ərbabi idi. Ərbabi və mülk eyni anlama gələn ifadələrdir. Və Cənubi Azərbaycanda ayrı-ayrı tayfalara, yarımköçəri tayfalara hərbi xidmət müqabilində verilən torpaqlar ilati yaxud elat adlandırılırdı. Və əlavətən də qeyd edək ki, Cənubi Azərbaycanda mülk adlı torpaqların böyük bir qismi əkinə yararlı torpaqlar idi. Yəni Cənubi Azərbaycanda Qacarlar dövləti ərazisində əkinə yararlı torpaqların əksəriyyətini mülk torpaqları təşkil edirdilər. Cənubi Azərbaycanda torpaqdan istifadə müqabilində 19-cu əsr müddətində torpaq pulu, yarımköçəri tayfalardan, maldarlardan, otlaqlardan istifadə müqabilində qapı pulu və heyvanların sayına görə isə baş pulu vergiləri alınırdı. Cənubi Azərbaycan tarixindən danışarkən biz ilk növbədə qeyd edək ki, 1848-ci ildə Babilər adlı hərəkat başlayır. 1848-ci ildə başlayan Babilər hərəkatının əslində əsas təşkilatçısı Seyid Əli Məhəmməd idi. Bu dini təlimdir. Bab sözünün mənası qapı deməkdir və Seyid Əli Məhəmməd özünü 12-ci imam, sonuncu imam olaraq, Allahın elçisi, Mehdi olaraq əhali içərisində tanıdır və Babilər hərəkatı feodal zülmünə, şah zülmünə qarşı baş verir. Tahirə xanımın 1848-ci ildən etibarən başçılıq etdiyi Babilər hərəkatı, Tahirə xanımın ikinci bir adı olaraq Zərrintac da deyilirdi ona, Qürrətüleyin, yəni təmizlərin təmizi anlamına gəlir bu söz. 1852-ci ilə qədər 19-cu əsrin birinci yarısında başlayıb 19-cu əsrin ikinci yarısının əvvəllərində başa çatmış Babilər hərəkatının ən güclü çıxışı Zəncan şəhərində 1850-ci ildə baş vermişdi. Bu hərəkat ilk dəfə olaraq tarixdə qadın, Cənubi Azərbaycan tarixində qadın və kişi bərabərliyi, hüquq bərabərliyi tələbini irəli sürsə də məğlubiyyətlə nəticələnmişdi. 1891-92-ci illərdə isə Azərbaycanın cənubunda əsasən Təbriz, Şiraz, Məşhəd və İsfahan şəhərlərində Qacarlar dövlətinin imperialist xüsusiyyətlərinə qarşı çıxış edən Tənbəki üsyanı Cənubi Azərbaycanda baş vermiş ilk anti-imperialist çıxış idi və Tənbəki üsyanının başlamasının səbəbi nədir? Qacarlar dövləti hökmdarı Nəsrəddin Şah İngilis kapitalisti Talbot adlı şəxsə Cənubi Azərbaycanda tütünün və tənbəkinin satışı ilə bağlı olaraq inhisar hüquqları verir və bu da Talbotun əvəzində hökumətə sadəcə cüzi bir məbləğ ödəməsi ilə əvəzlənirdi və əhali buna narazılıq bildirir ki, nəyə görə tütün və tənbəki insarı sadəcə İngilis kapitalistlərinə məxsusdur. Ona görə 1892-ci ildə tənbəki hərəkatı qalibiyyətlə nəticələnir və Şah 1892-ci ildə İngilis kapitalisti Talbota qarşı verdiyi bütün hüquqları Talbotun əlindən alır. 1898-ci ildə Təbriz şəhərində əsasən qadınların iştirak etdiyi və rəhbərliyi Zeynəb Paşa adlı şəxsə aid olan üsyan taxıl möhtəkirliyinə qarşı baş verirdi. Nə idi bu taxıl möhtəkirliyi? Taxılı gizlədirdilər, az-az çıxardılırdılar ortaya, bazara, satışa, onu baha qiymətə satırdılar, əhali aclıq yaşayırdı. Bu da Zeynəb Paşanın qadınları öz ətrafına alaraq üsyana qalxmasına səbəb olur və taxıl möhtəkirliyi adlı üsyan Zeynəb Paşanın qələbəsi ilə nəticələnir. Taxıl möhtəkirləri, yəni o məhsulu gizlədib baha qiymətə satan şəxslər artıq məhsulları ortaya çıxardıb taxıl anbarlarını yerli əhalinin üzünə açıb onları yerli əhaliyə ucuz qiymətə satmağa məcbur olmuşdular. 20-ci əsrin əvvəlləri Şimali Azərbaycanın ictimai-iqtisadi həyatından danışsaq, qeyd edərik ki, Bakı nefti necə ki 19-cu əsrdə Rusiyanın duru yanacağa olan tələbatını ödəyirdi, eyni 20-ci əsrin əvvəllərində də bu hal belə idi və Bakıdan başqa Quba bölgəsində, Şamaxı və Cavad qəzalarında demək neft çıxarılması işinə başlanılır. Bakıda neft çıxarılması dayandırılmır. Sadəcə başqa ərazilərdə də neft çıxarılması işinə başlanılır. Ancaq 20-ci əsrin əvvəllərində dünya bir iqtisadi böhranla üzləşir. İqtisadi böhran sözünün anlamı nədir? Tələblə təklif arasında uyğunsuzluq. Yəni tələb çox olduqda, təklif az olduqda iqtisadi böhran baş verir. Yəni məsələn mağazalarda
çörək çoxdursa, alan yoxdursa, bu deməkdir ki, təklif çoxdur, yəni çörək çoxdur, tələbat isə azdır. Bu iqtisadi böhrana səbəb ola bilər. Yaxud da əhalinin çörəyə çox ehtiyacı var, amma mağazalarda çörək ehtiyatı azdırsa, yəni tələb çoxdursa, təklif azdırsa, yenə də bu iqtisadi böhrana səbəb olur. Bir növ tələblə təklif eyni qaydada, eyni miqdarda inkişaf səviyyəsinə malik olmalıdır ki, böhran pis vəziyyət, acınacaqlı vəziyyət baş verməsin. 1900-1903-cü illər iqtisadi böhranı Azərbaycana təsir göstərir nə baxımdan? Təmərküzləşmə baxımından. Nədir təmərküzləşmə? Təmərküzləşmə xırda və orta müəssisələrin iri müəssisələrlə rəqabətə davam gətirə bilməməsi, iflasa uğraması, xırda və orta müəssisələrin əsasən iri müəssisələrlə əvəzlənməsi deməkdir. İqtisadi böhran təmərküzləşməni Azərbaycanda gücləndirir və inhisarların, iri şirkətlərin sayı artmağa başlayır. Hətta neftin qiyməti 8 dəfə artır. Bunun səbəbləri nə idi? Neft quyularının demək qazılmaması, yeni neft quyularının qazılmaması, geoloji kəşfiyyat işlərinin, yeni neft yataqlarının aşkarlanmaması, yeni texnologiyalardan az istifadə olunması, həmçinin iri neft şirkətlərinin, necə ki Cənubi Azərbaycanda möhtəkirlər bunu taxılı gizlədərək suni qiymət artımı eləyirdilər. Eyni Azərbaycanın şimalında da neftin gizlədilməsi və onun qıtlığının yaradılması ilə bağlı olaraq neftin qiymətində artım yaşanırdı və bu da iqtisadi böhranı tətikləyirdi, yəni sürətləndirirdi, ona təkan verirdi. 1912-ci ildə Oil adlı şirkətlər birliyi, İnsar birliyi yaradılır. Oil, Shell və Nobel qardaşları şirkəti burada yer alırlar. Oil adlı İnsar birliyində Azərbaycanda neft hasilatını bu üç şirkət öz əllərində cəmləşdirir. 19-cu əsrin sonunda biz əvvəlki dərsimizdə qeyd etmişdik ki, Şimali Azərbaycan dünya neft hasilatında birinci yerdədir. Amma 20-ci əsrin əvvəllərində Bakı və Amerika Birləşmiş Ştatları, yəni Şimali Azərbaycan və Amerika Birləşmiş Ştatları neft hasilatı baxımından yer dəyişirlər. Sıralamada birinci yerə Amerika qalxır, ikinci yerə isə Bakı gəlir. Nəyə görə bu belə olur? Çünki Amerikada yeni tipli texnologiyadan istifadə edildiyi halda Azərbaycanda köhnə tipli mühərriklərdən istifadə olunurdu. Mis əritmə, dağ mədən sənayesində və əlvan metallurgiya sənayesində isə yeni dəyişikliklər baş verir. Məsələn, Gədəbəy mis əritmə zavodunda mis demək çıxarılmasında almazla qazma üsulu kəşf edilir. Filizin çıxarılmasında isə ağır əl əməyini artıq elektrik enerjisi əvəz eləyir. Yəni əl əməyi ilə filiz çıxarılmasına son qoyulur və elektrik enerjisi vasitəsilə filiz çıxarılmasına demək başlanılır. Qalakənd bölgəsində isə 2 turbinli elektrik stansiyası inşa edilir və biz demişdik ki, 1893-cü ildə Azərbaycanın şimalında neft sənayesində ilk insar birliyi olan Bakı Ağ Neft Zavod Sahibləri İttifaqı meydana gəlib. Yəni bizdən soruşsalar ki, neft sənayesində insarlaşma nə vaxt başlayır? Biz deyirik 19-cu əsrin ikinci yarısında, yəni 1893-cü ildə. Ancaq mis sənayesində metallurgiyada inhisarlaşma, yəni iri şirkətlərdə birləşmə başlayır 20-ci əsrin əvvəlləri 1907-ci ildə. Əlvan metallurgiya sahəsində inhisarlaşmanın yaranmasına səbəb Rusiyanın 7 böyük mis zavodu olan zavodların birləşib mis sindikatı yaratmasıdır. Sindikat da bir neçə müəssisənin hər hansı sahədə birliyidir. Məsələn, 7 dənə müəssisə birləşir mis sənayesində bircə fəaliyyət göstərir. Bu mis sindikatı adlanır. Mis sindikatı 1907-ci ildə demək metallurgiya, əlvan metallurgiya sənayesində inhisarlaşmanın başlaması anlamına gəlir. Şəki ərazisi isə yenə də 20-ci əsrin əvvəllərində ipəkçilik sənayesinin mərkəzi olaraq qalır və neftdən sonra istehsalın həcminə görə, fəhlələrin, orada işləyən fəhlələrin sayına görə ikinci yerdə balıqçılıq sənayesi dayanır. Rusiya şəhərləri içərisində Bakı yeganə yerdədir ki, yük limanı dövriyyəsinə görə, yəni yük daşınmasına görə birinci yerdədir. Bakı şəhəri 20-ci əsrin əvvəllərində və Bakı şəhərində əhalinin sayının artması gətirir çıxardır su qıtlığının yaranmasına və su qıtlığının yaranması ilə bağlı olaraq Hacı Zeynalabdin Tağıyev adlı milli burjuaziyanın rəhbəri Şollar Su Kəməri adlı kəmərin çəkilişini 1917-ci ildə
başa çatdırmış olur. Necə ki 19-cu əsrin 30-cu illərində təriqətçi və bidətçi ruslar 1830-cu il 20 oktyabr Çar 1-ci Nikolayın fərmanına əsasən Azərbaycanın şimalına köçürülmüşdülər. Eyni zamanda 20-ci əsrin əvvəllərində Cənubi Qafqaza rusların köçürülməsi prosesinə yenidən başlanılır. Bu dəfə ruslar Bakı quberniyasının ərazisindəki Cavad qəzasının Muğan bölgəsində məskunlaşdırılırlar və hətta məskunlaşdırılan ruslara yenə də yararlı torpaq sahələri verilsə də, əsasən burada fərq 19-cu əsrin 30-cu illərindən onda idi ki, yerli əhalidən rusların özlərini qoruması üçün ruslara odlu silah paylanılır və Cənubi Qafqazda 20-ci əsrin əvvəllərindəki köçürülmə prosesi ilə 49 Rus kəndi salınmış olur. Artıq dövlət kəndlilərinin ictimai vəziyyəti ilə bağlı olaraq ruslar, Çar hökuməti yeni qanunlar verməyə başlayır. 1901 may tarixində dövlət kəndliləri haqqında verilmiş qanunda deyilir ki, dövlət kəndliləri icma torpaqlarından, yəni bağlardan, otlaqlardan, örüşlərdən nəsli irsən, yəni nəsillikcə istifadə hüququ alırlar. 1901 may tarixində dövlət kəndləri haqqında verilmiş bu qanun icma torpaqlarından nəsli istifadə hüququ almağı bəyan edən qanun əslində demək dövlət kəndlərinin torpaq münasibətləri ilə bağlı verilmiş ilk qanun idi. 1903-cü il 21 aprel tarixində verilmiş əsasnamə ilə isə dövlət kəndlilərinə aid edilmiş bu qanunda həmin dövlət kəndləri haqqında verilmiş qanunda dövlət kəndlilərinə ayrılmış icma torpaqlarının sərhədləri müəyyənləşdirilir. Yəni, hansı dövlət kəndlisi hansı torpaqdan nə qədər istifadə edə bilər. Hətta dövlət kəndlərinə deyirlər ki, çəmən, otlaq, meşə sahələrindən də pay götürüb onları da istifadə edə bilərsiniz. Təbii ki, dövlət kəndlərinin istifadəsində olan torpaqların sayı artır, yəni bu qanunla, 1903-cü il qanunu ilə. Bu da nə qədər çox torpaq əkib becərirsə, dövlət kəndlisinin o qədər çox vergi verməsinə gətirib çıxardır. Bu da qanunun məhdud cəhəti olmuş ola bilər, belə adlandıra bilərik, vergilər artırılır. 1912-13-cü illərdə isə Cənubi Qafqazda sahibkar kəndliləri ilə bağlı yeni aqrar qanunlar, yəni kənd təsərrüfatı sahəsində dəyişikliklər edilməsi haqqında yeni aqrar qanunlar çıxır. 1912-ci ildə Cənubi Qafqazda torpaqların məcburi surətdə satın alınması haqqında əsasnamədə birinci olaraq göstərilirdi ki, yadımıza salırıqsa əgər 1870-ci ildə kəndlilər müvəqqəti mükəlləfiyyətli vəziyyətdə qalmışdılar. Azərbaycanda deyirdik, müvəqqəti mükəlləfiyyətli vəziyyət Rusiyadan fərqli olaraq daha uzun müddət davam edəcəkdir. Müvəqqəti mükəlləfiyyətli vəziyyət 1913-cü il yanvar ayının 1-dən etibarən ləğv edilir, 1912-ci ildə verilmiş qanundan və məcburi satın alınma zamanı dövlət bu dəfə 1870-ci il kəndli islahatından fərqli olaraq kəndliyə pulla yardım edirdi. Sahibkar kəndliləri dövlətdən pulu alıb torpağı bəydən alaraq öz mülkiyyətlərinə keçirə bilərdilər. Dövlət kəndliyə etdiyi yardımın əvəzini 20 il müddətinə kəndli dövlətə ödəməli idi və 6% əlavə vergi ödəməli idi, yəni pul ödəməli idi dövlətə. Və çəmən, otlaq, meşə torpaqları 1903-cü il qanunu ilə dövlət kəndlilərinə verilmişdi. Ona görə də 1912-ci ildə sahibkar kəndliləri haqqında verilmiş qanunda deyilir ki, sahibkar kəndliləri çəmən, otlaq, meşə torpaqlarından pay ala bilməzlər. Yararsız torpaqlar əgər vardısa, onlar kəndlinin istifadəsinə pulsuz keçəcəkdir. Kəndli ancaq nizamnamədə, əsasnamədə göstərilən torpağı satın ala bilər. Yəni, kəndli artıq torpaq satın ala bilməz və əgər feodalın kəndliyə satdığı ərazidə və yəni torpaqda bağ yerləri salınıbsa, bu bağ yerləri üçün əlavə pul ödənilməməlidir. Bağ yerləri kəndlərin istifadəsinə pulsuz keçir. Ancaq həmin ərazidə su arxı vardısa, su arxının istifadəsi mülkədarın mülkiyyətində demək qalmalıdır. 1913-cü ildə sahibkar kəndliləri haqqında verilmiş başqa bir qanunda deyilir ki, Dərbənd, Zaqatala və Dağıstan bölgələrində sahibkar kəndlilərinin feodal asılılığı ləğv edilsin. Nəyə görə Dərbənd, Dağıstan və Zaqatala bölgələrində feodal asılılıq ləğv edilir? Yaxud soruşula bilər ki, axı feodal asılılıq, sahibkar kəndlilərinin feodaldan asılılığı 1870-ci il islahatında ləğv edilmişdi. Ancaq yadda saxlayaq ki, 1870-ci il islahatı çarizmin tərəfindən həyata keçiriləndə Dərbənd, Dağıstan və Zaqatala bölgələrində həyata keçirilməmişdi. Ona görə də
Dərbənd, Dağıstan, Zaqatala bölgələrindəki əhali 1913-cü ilə qədər bəylərdən və ağalardan asılı vəziyyətdə qalmışdılar. Elə bu asılılıq 1913-cü ildə verilmiş qanunla ləğv edilmiş olur. Belə hörmətli abituriyentlər, bugünkü mövzumuz haqqında danışacaqlarımız bu qədər. Kanala abunə olub videoyu bəyənməyi unutmayın. Sağ olun, növbəti dərslərimizdə görüşənədək.